Və bu düzəlişin ləğvi, yəni uzun çəkən bir prosesdir. Amerika Birləşmiş Ştatlarının tarixində başqa ölkələrə oxşar məhdudiyyətlər tətbiq edilirmi? Yəni bu cür düzəlişlər olurmu və onlar hansı hallarda ləğv olunub? Varmı belə təcrübə? Birləşmiş Ştatlarda məsələn bir sanksiyalar rejimi var. Çox qəliz bir sanksiyalar rejimidir. Bu sanksiyalar dövlət səviyyəsində həyata keçirilir. Birləşmiş Ştatların dəstəyi ilə BMT səviyyəsində həyata keçirilir. Yəni dualist təzyiq elementləri deyirlər bunu. ABŞ özü və Birləşmiş Ştatlarla birlikdə və bəzən müttəfiqlərin bu prosesə qoşulurlar. Və sanksiyalar bilirsiniz, əgər parlamentdən keçdisə, yəni parlamentdən keçməyən sanksiyalar da var. Amma parlamentdən keçdisə, yəni Amerika Birləşmiş Ştatlarının dövlət departamentinin siyahısı var. Yəni o qara siyahı deyirlər, o siyahıya saldığı terrorizmi dəstəkləyən ölkələr siyahısı var ki, onlara qarşı sanksiyalar tətbiq edirlər və bu konqresdən tutaq keçmədən də baş verə bilər. Amma o şey ki, konqres səviyyəsində oldu, onun üçdəki sərt çoxluğuna həyata keçirilməsi labüddür. Məsələn, İrana qarşı Birləşmiş Ştatların çoxsaylı sanksiyalar rejimi mövcuddur və bu rejimlə bağlı bilirsiniz ki, hələ Obama dövründə elə müəyyən addımlar atıldı, müsbət. Eyni zamanda Biden administrasiyası zamanında müəyyən yumuşalmalara gedildi ki, bəlkə nəsə müəyyən dəyişiklik olsun. Yəni belə hallar baş verib. Amma söhbət konqres səviyyəsində olan istənilən halda o da 3-2 səs çoxlama söhbəti ortaya çıxıb. Bizdə də bu konqreslə bağlı atılmış addımdır. Çünki konqresdə Ermənistanın dostları deyilən bir qrup var idi. 200-dən çox hətta onun üzvləri var idi. Yəni konqres səviyyəsində bunu ediblər ki, onu sonra ləğv etmə imkanları məhdud olsun. Amma mümkünsüzdür, yox. Mümkündür. Mümkündür, o da dediyim kimi bunun üçün çox ciddi əsaslar var. Əgər biz Ermənistana qarşı 92-ci reallığını qoyub tutaq saxlaya bilsəydik, halbuki o reallıq özü də uydurma bir reallıqdır, yoxdur belə bir şey. Mən amma onların məntiqicə deyirəm, tutaq ki, onlar hesab edir ki, biz blokadiya almışıq, halbuki qəti blokadadan söhbət gedə bilməz. Tutaq ki, siz deyən, blokadiya almışıq. Bəs bugünkü blokada yoxdur. Bugünkü artıq deməli bu malların dövriyyəsi başlayıb, artıq ticarət dövriyyəsi başlanır. Belə olan vəziyyətdə nəyi əlinizə əsas götürüb bunu edirsiniz? Ona görə də hesab edirəm ki, hal-hazırki vəziyyətdə çalışıb biz, yəni bu istiqamətdə işlər gedir artıq yeri gəlmişkən, ABŞ Konqresinin Respublikaçılar Partiyası və demokratlarla bu istiqamətdə fəaliyyət göstərib, onları inandırmaq ki, yəni bu bədnam 907-ci maddənin sağlanmasına heç bir ehtiyac yoxdur. Həm də o baxımdan inandırmaq ki, Azərbaycan bugün iqtisadi inkişafın o nöqtəsindədir ki, belə yardımların kəsmə Azərbaycana heç nə qarşısını almır, mane olmur. Yeri gəlmişkən bizim 2026-cı il büdcəsinə baxın, biz elə 25 milyon dollar sadəcə ayrı ölkələr humanitar dəstək üçün ayırırıq. Biz kimlərə köməklik edirik? Pandemiya dövründə 80-ə yaxın dövlətə biz köməklik edirdik. 92-ci reallığında isə bizim büdcəmiz yox idi və xəzinə boş idi və o reallıqda bəli bu pulların bizə kəsilməsi, bizə məhdudiyyətin qoyulması bizə təsir eləyirdi. Amma indi bunun təsiri yoxdur. Yəni məntiqlə, ağılla düşünəndə bu məsələnin yalnız simvolik mənası var. Yəni Bakı-Vaşinqton münasibətləri bu günləri bilirsiniz ki, Vaşinqton razılaşmalarına görə ikitərəfli münasibətlərimizə strateji tərəfdaşlıq səviyyəsinə qaldırılan bir xaritə üzərində iş gedir. Və bununla bağlı artıq strateji işçi qrupu formalaşıb. Cənab Prezidentin məlum televiziya kanallarının müsahibəsindən qeyd edir ki, yaxın zamanlarda biz artıq 4 rəsmi nümayəndə heyətini göndərmişik. Və bu danışıqlar prosesində ikitərəfli münasibətlərimizin geniş spektrına dair məsələlər. Burada iqtisadiyyat var, burada ticarət dövriyyəsi var, burada nəqliyyat var, logistika var və hətta hərbi texniki əməkdaşlıq məsələləri var. Eyni zamanda dediyimiz məsələlər ki, yoxdur, hansı ki, ikitərəfli münasibətlərimizə kölgə salır. Bakı-Vaşinqton münasibətlərini biz tutaq ki, necə strateji tərəfdaşlıq deyək ki, strateji tərəfdaşlıq münasibətlərinin beynəlxalq münasibətlər mütəxəssisləri yaxşı bilirlər ki, o münasibətlərdir ki, fundamental məsələlərdə mövqelər üst-üstə düşür. Fundamental. Və biz əgər dostluq, strateji tərəfdaşlıqsa, sən ölkə bizim ölkəmizə deməli iqtisadi qadağa aksiyası həyata keçirir. Səbəb də gülüncdür, bu sonra ümumiyyətlə bu günləri yoxdur. Bu baxımdan hesab edirəm ki, məntiqi izahdan və nəzərə alsaq ki, bugün Trumpın nüfuzu kifayət qədər böyükdür. Xüsusilə məlum Venezuela hadisələri fonunda
Trumpın gücünə, potensialına və onun istənilən bir problemin həllində çox cəsarətli və radikal addım atmaq qabiliyyətinə inam xeyli yüksəlib, yeri gəlmişdən bunu deyim. Elə İranda yaşanan son hadisələr fonunda da görürsünüz ki, Birləşmiş Ştatların səsi eşidilməkdədir ki, orada insan hüquq azadlıqlarının müdafiəsi ilə bağlı. Yeri gəlmişdən bütün biz qonşu ölkələrdə yaşanan gərginliklərin dinc yolla, sülh yolla tənzimlənməsini istəyirik. Çünki istəmirik ki, qonşu ölkədə orada bizim milyonlarla soydaşımız yaşayır ki, orada fəlakətlər baş versin. Azərbaycan həmişə öz qonşuları ilə mehriban, qonşuluq münasibətlərinə sədaqət nümayiş etdirir və istənilən kataklizmlərində iqtisadi, siyasi, sosial dəxli yoxdur. Hər birinin dinc yolla tənzimlənməsində, necə deyərlər, itkisiz tənzimlənməsində biz maraqlıyıq, bu bizim dövlət siyasətimizdir. Bunu yeri gəlmişkən qeyd elədim, amma hər halda Birləşmiş Ştatların bugündən dünyanın fövqəladə dövləti olaraq təxminən 951 milyardlı yuvarlaq desək, təxminən 1 trilyon dollarlıq hərbi büdcəsidir. Təhlükəsizlik büdcəsi, nəhəng dövlətdir. Ona bərabər ikinci bir dövlət yoxdur. Və onun məsələlərlə bağlı prinsipal mövqeyi ortaya qoyulanda və xüsusilə xarici siyasət məsələlərində prezidentin mövqeyi həmişə nəzərə alınır. Bu məntiqlə yanaşsaq, 907-ci maddənin ləğvi imkanları ümidsiz deyil. Hesab edirik ki, bunun üçün mümkün şərait yetişib və inanaq ki, 907-ci maddədə necə adəti Minsk qrupu tarixin arxivinə atıldı, 907-ci bədindən bu maddə də elə tarixin arxivində yer alacaq.